Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'de amma ba'd. Davam edirik. Muxtasar Sirat-ı Rasul sallallahu aleyhi ve sellem adlı Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimahullahın risaləsini və bugün də 38-ci dərsdir. Keçən dəfə qaldıq Xeybər yürüşündə və bugün də yəni onun davamı kimi mövzulardır. Və deyir ki, Qudumu Cəfər ibn Əbi Talib və sahbəhu minəl Həbəşə və fi həzil qazva. Demək, Cəfər ibn Əbu Talib, Əli ibn Əbu Talib radiyallahu anh'ın qardaşı və onun yoldaşlarının Həbəşistandan gəlməsi haqda. Və fi həzil qazva qadimə aleyhi ibn əmmihi Cəfər ibn Əbi Talib və sahabuhu. Və həmin qazvada, yəni yürüşdə, Xeybər yürüşündən söhbət gedir. Əmisi oğlu Cəfər ibn Əbu Talib və onun yoldaşları gəlirlər, yəni döyüş bitəndə, yəni yürüş bitəndən sonra və məhumul əş'ariyyun və Əbu Musa və əshabuhu. Və onlarla yanaşı əş'arilər də gəlirlər, yəni əş'ari qəbilədir, Əbu Musa və onun yoldaşları, Əbu Musa əl-Əş'ari. Qalə Əbu Musa və Əbu Musa deyir ki, Bələğənə məxracu Rasulillahi sallallahu aleyhi və səlləm və nəhnu bil Yəmən. Biz Yəməndə olduğumuz zaman Allah Rəsulü sallallahu aleyhi və səlləmin deyir, çıxışı bizə çatır. Fəxaracnə mühəcirinə ileyhi və biz də deyir, ona hicrət etmək üçün çıxırıq evimizdən. Ənə və əxəvanili, mən və iki mənim qardaşım və yəni qövmümüzdən 15 nəfər, daha doğrusu 50 və bir neçə nəfər əlavə olaraq fəraqibnə səfinətən və deyir, minirik gəmiyə. Gəmiyə mindik və əlqeynə ilə Nəcəşi və gəmi fırtınaya uğrayır, gəlir, çıxardır, yəni onları Nəcəşinin diyarının sahillərinə. Vafəqənə Cəfər və əshabuhu indəhu və bizi deyir, qarşılayır Cəfər və onun yoldaşları orada, onun yanında, yəni Nəcəşinin yanında. Fəqalə inna Rasulullah sallallahu aleyhi və səlləm bəəsənə və əmərənə bil iqamə fəəqimu mə'ənə. Və deyir, Allah Rəsulü sallallahu aleyhi və səlləm bizi deyir, bura göndərib və əmr edib burada qalaq və siz də deyir, bizimlə bərabər qalın burada. Fəəqamnə həttə qadimnə fəthə Xeybər. Və biz də deyir, qalırıq orada. Xeybər fəthi günü gəlirik, Allah Rəsulü sallallahu aleyhi ve sellemə qoşuluruq. Və kənən nəs yəqulunə lənə səbəqnəkum bil hicrə. Və insanlar da bizə deyir, baxırdılar, deyirdilər ki, biz sizi qabaqlamışıq hicrətdə. Yəni, pisimizə gəlirdi sanki də, yəni hicrət, biz çıxmışıq hicrət üçün, gelib düşmüşük Həbəşistana. Orada bizi saxlayıblar. Və Xeybərin fəth günü gəlmişik, yetişmişik və deyirlər ki, sizi biz qabaqlamışıq. Yəni, mühacirlər, Mədinəyə köçənlər. Deyirlər ki, hicrətdə biz sizi qabaqlamışıq. Fədəxələt Əsmə bint Umeyyis ələ Həfsa və Əsmə bint Umeyyis Həfsan, yəni Ömər radiyallahu anh'ın qızının yanına girir, otağına girir. Fədəxələ aleyhə Ömər və Ömər də deyir, yəni Həfsanın yanına daxil olanda görür orada Əsmanı. Deyir ki, bu kimdir? Deyir ki, bu Əsmadır. Deyir, həmin o deyir Həbəşistanlı, həmin o deyir dənizdən gələn, yəni sanki yəni hicrət eləyəndə, yəni belə şey yuxarıdan aşağı baxmış kimi də, yəni Həbəşistana gedib düşüb, yəni dənizdə dəniz yolu ilə də, yəni bu formada. Qalət Əsmə na'am. Əsmə deyir ki, bəli, mən həmin o kəsəm. Qalə səbəqnəkum bil hicrə. Biz sizi artıq deyir, hicrətdə deyir, qabaqlamışıq. Nəhnu əhəqqu bi Rasulillahi sallallahu aleyhi ve sellem minkum. Biz deyir, Allah Rəsuluna daha deyir, layiqik sizdən. Daha haqlıyıq. Və qadibət və qalət kəllə. Vallahi ləqəd kuntum mə Rasulillahi sallallahu aleyhi ve sellem yut'imu cəiyəkum və yu'izu cəhiləkum. Və qəzəblənirdi, Əsmə qəzəblənir, deyir ki, xeyr, bu belə deyil, Allaha and olsun ki, siz deyir, Allah Rəsulü sallallahu aleyhi ve sellemin yanındaydınız, sizin acınızı yedirdir, cahilinizə isə yəni moizə edirdi, öyrədirdi
Biz isə deyir, yəni uzaq bir yerdə, nifrət olmuş bir torpaqda qalırdıq. Və zəlikə fi zətillahi və fi rasulihi. Bunu da yəni səbr edirdik Allah üçün və onun rəsulu üçün. Və eyməllah la at'imu ta'aman və la əşrubu şəraban hətta əzkura mə qultə li rasulillahi sallallahu aleyhi ve sellem. Allah deyir, and olsun ki, nədir yemək yiyərəm, nədir içmək içərəm, ta ki bu sözləri deyir Allah Resulü sallallahu aleyhi ve sellemə çatdırmayınca. Fələmmə cəən nəbi sallallahu aleyhi ve sellem zəkərət ləhu zəlik. Və Allah Resulü sallallahu aleyhi ve sellem gəldikdə deyir, ona bu şeyləri danışır. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, mə qulti ləhu, bəs sən ona deyir, nə cavab verdin? Deyir ki, qalət qultu ləhu kəzə və kəzə. Ona belə dedim. Qalə leysə bi əhəq bi minkum ləhu və lə əshabihi. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, o deyir, yəni sizdən daha layiqli deyil, yəni hicrətə. Çünki deyir ki, ləhu və lə əshabihi hicrətun vahidə. Çünki onu və onun yoldaşlarına bir hicrət düşür. Sizə isə deyir, gəmi sahibləri, yəni gəmidə gedənlər də, yəni onları qəsd edir, 2 hicrət düşür. Fəkənə Əbu Musa və əshabuhu əs-səfinə yətunəhə ərsələn. Və deyir, Əbu Musa və onun yoldaşları deyir, yəni səfinə əhli sayılırdı, yəni gəmi əhli sayılırdı. Həmin o gəmi ki, fırtına aparıb çıxardır onları Həbəşistana, yəni onlar hicrət üçün çıxırlar əslində. Allah Resulü sallallahu aleyhi ve sellem'in yanına getməyə. Amma gedir çıxır Həbəşistana. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sizin üçün 2 hicrət var. Və Əbu Musa Əş'ari də, yəni o deyir, yəni gəmi sahiblərindən idi. Onlar deyir, bir gəlirdilər, yəni bundan sonra, bu hadisədən sonra Əsmanın yanına ondan bu hədisi soruşurdular ki, fəhrlə də, yəni mə minə dünya şeyhum bihi əfrahu və lə əzam fi ənfusihim. Dünyada elə bir şey yox idi ki, o elə bir sevinç gətirəsi, elə bir böyük bir şey yox idi bu, yəni bu hadisədən də onlar üçün. Ki, Peyğəmbər sallallahu aleyhi ve sellem onlar üçün yəni bu cürünə şərəf qoyurmuşdu ki, yəni sizin üçün 2 hicrət var, onlar üçün 1. Sonra gəlir növbəti mövzu. Allah Resulü sallallahu aleyhi ve sellemin Vadi Qura adlı, yəni Qura adlı vadinin, yəni Yahudilərin vadisini mühasirə alması. Thumma ensarafa Rasulullah sallallahu aleyhi ve sellem min Xeybər ilə Vadil Qura. Sonra deyir Allah Resulü sallallahu aleyhi ve sellem deyir, Xeybərdən sonra üst tutur, yönəlir Qura adlı vadiyə, o da Yahudilərin olur. Və kənə bihi cəmə minəl Yahud, və orada da deyir Yahudilər toplusu, cəmaatı olur. Və indafə ileyhim cəmə minəl ərəb. Və onlara da qoşulur bir toplu ərəblərdən. Yəni gəlib elə bir ki, qoşulurlar onlara, müsəlmanlara qarşı. Fələmmə nəzəlu istəqbələthum Yahud bir ramyi və hum alə qayri təbiyyətin. Və nə vaxt ki, deyir, gəlib çatırlar o torpağa, Yahudilər onları oxlarla deyir, qarşılayırlar. Bunlar isə hazır olmurlar hələ, yəni döyüş üçün. Fəqutilə və deyir, yəni içlərində yəni qara qul olur. Peyğəmbər sallallahu aleyhi ve sellemin qulu Midam adlı. O öldürülür oxla. Onu Rifə ibn Zeyd əl-Cüzəmi hədiyyə vermişdi ona, qara qulu. Peyğəmbər sallallahu aleyhi ve sellemə hədiyyə vermişdi. Deyir ki, Fəqutilə Midam. Midam, yəni o oxların nəticəsində öldürülür. Allah Resulü sallallahu aleyhi ve sellemin qulu. Kənə Rifə ibn Zeyd əl-Cüzəmi vəhəbəhu li Rasulullah sallallahu aleyhi ve sellem. Bunu deyir, yəni Allah Resulü sallallahu aleyhi ve sellemə hədiyyə vermişdi bu qulu Rifə ibn Zeyd əl-Cüzəmi. Fəqalə nəs həniyən ləhul cənnə. Və insanlar da deyir, başlayırlar onu müjdə etməyə ki, cənnətlikdir, yəni nə xoş onun halına. Və Allah Resulü sallallahu aleyhi ve sellem isə buyurur ki, xeyr, bu belə deyil. Nəfsim əlində olana and olsun ki, İnnə şəmlətəlləti əxəzəhə yevm Xeybər minəl məğanim. O deyir, qənimətlər içindən götürdüyü deyir, əba və yaxud yəni kiçik bir xalça, hansı bir qənimətdə, yəni hələ qənimət bölünməmişdən onu deyir, yəni indi hal-hazırda, yəni odla bürüyür. Fələmmə səmiyə zəlikən nəs cəə racül
Bunu eşidən insanlar hərə öz ayaqqabı bağı ilə, biri iki bağla gəlir Allah Rəsulü sallallahu əleyhi və səlləm yanına. Və Allah Rəsulü sallallahu əleyhi və səlləm deyir ki, bir bağ, iki bağ cəhənnəmdən qurtardım. Yəni gizlin götürənlərdir də, yəni qənimət. Yəni bölgü olmamışdan götürənlərdən söhbət gedir. Yəni qənimət soran bölünür. Sonra deyir ki, fə'abəə Rasulullah sallallahu aleyhi və səlləm əshabəhu lil-qital və saffəhum thumma da'ahum il-islam fəəbəu. Və Allah Rəsulü sallallahu aleyhi və səlləm hazırlaşdırır əshabını döyüş üçün, səhvləri düzür. Sonra deyir, qarşı tərəfi İslama dəvət edir, çağırır. Onlar da imtina edirlər. Və bərazə racul minhum fəbərazə ileyhi əz-Zübeyr ibn Avvam. Və onlardan biri çıxır önə və onun qarşısına çıxır Zübeyr ibn Avvam və öldürür onu. Sonra digərisi çıxır və onun da qarşısına Əli radiyallahu anh çıxır, onu öldürür. Və bu gəlir, çıxır, yəni bu say, yəni təkbətək öldürülənlərin 11 nəfərə. Yəni 11 nəfər öldürürlər onların içindən. Fəqatələhum hətta əmso, sonra döyüş başlayır. Və döyüşürlər gecə düşənə qədər. Səhərsi gün yenə hücuma keçir. Fələm tərtəfi şəms qad hərumhin hətta iftətəhə unvatan. Və deyir, günəş deyir, nizə hündürlüyündən qalxmamış, artıq oranı güclə də olsa, yəni çətinliklə fəth edirlər müsəlmanlar. Və asəbu üsəsən və mətəən kəsirə və çoxlu deyir, mal dövlət əldə edirlər, qənimətlər əldə edirlər. Və qassamahu fi ashabihi. Allah Rəsulü sallallahu əleyhi və səlləm onu deyir, əshabların arasında deyir, bölür qənimət kimi. Və tarakal arda və nəxlə bi eydil yahud və amalahum aleyhə. Və deyir, torpaqları isə və xurmalıqları isə yahudilərin öz öhdəsinə buraxır, necə ki Xeybərdə etmişdi və onun yarısından, yəni onları işlədərək məhsullarını alır. وَلَمَّ رَجَ إِلَى الْمَدِينَةِ رَدَّ الْمُهَاجِرُونَ إِلَى الْأَنْصَارِ مَنَائِحَهُمْ مِنَ النَّخِيلِ. Və deyir, Mədinəyə qayıtdıqda mühacirlər deyir, ənsarlara həmin o xurma ağacları ki götürmüşdülər istifadə kimi, onları tezdən qaytarırlar ki, artıq buna ehtiyac yoxdur, qənimətdən artıq varlanmışdılar. Və Ayşə radiyallahu anhə deyir ki, Ləmmə əftətəhət Xeybər qulnəl-ənə nuşbiyu minət-təmr. Deyir, Xeybərdir fəth olunandan sonra dedik, hamımız dedik ki, artıq indi biz xurmadan deyir, doyunca yiyəcəyik. Ondan sonra gəlir Xuruqat adlı Cüheynə qəbiləsinin bir qoludur, Xuruqat. Və Allah Rəsulü sallallahu aleyhi ve sellem ora bir qoşun göndərir, kiçik bir dəstə göndərir. Fələmmə dənə minhum, onlar deyir, yaxınlaşdığı zaman həmin Xuruqata, qəbiləyə, əmirləri kəşfiyyatçılarına deyir ki, gedin, araşdırın, xəbər alın. Fələmmə raco bi xəbərihim əqbələ həttə dənə minhum leylən. Və qayıdırlar bir xəbərlə, ondan sonra gecə vaxtı onlara yaxınlaşır. Onlar yatmış vəziyyətdə. Thumma qama fəhəmidallahu və əsnə aleyhi bimə huvə əhluhu. Sonra qalxır ayağa, Allah həmd edir, yəni ona layiq olan təriflər edir. Thumma qala, ondan sonra deyir ki, usikum bi təqvallahi vahdahu la şərikə ləhu ən tuti'uni və la ta'suni. Siz, yəni Allahın təqvası ilə tövsiyə edirəm, yalnız ona ibadət edib, ona şərik qoşmayasınız, mənə itaət edəsiniz, mənə asilik etməyəsiniz. Və la tuxalifu əmri və əmrimə müxalif olmayasınız. Fəinəhu la ərə limən la yuta fəinəhu la raiyə limən la yuta. Çünki yəni itaət olunmayan kəsin bir, yəni hökmü də yoxdur. Yəni bu öz qoşununa deyir də, yəni bunu. Thumma rattabəhum. Ondan sonra başlayır onları bölməyə, yəni qoşununu, yəni kiçik bir dəstəni bölməyə başlayır, həmin əmirləri. Fəqali ya fulan əntə və fulan, deyir ki, ey filan kəs, sən filan kəslə, ey filan kəs, sən də filan kəslə olacaqsınız. La yufariqu kullu minkum sahibehu. Heç kəs öz, yəni yoldaşını deyir, itirməsin, yanında olanı itirməsin. Və iyyakum an yerci ahad minkum fa aqula eyna sahibukum. Yəni sizi çəkindirirəm o haldan ki, sizdən kimsə qayda deyə ki, yəni mən öz yoldaşımı itirdim.
Yəni mən sizdən soruşum ki, yoldaşın hanı, sən də deyəsən ki, mən onu bilmirəm hardadır. Fizəkəbbərtu fəkəbbiru. Mən deyir təkbir gətirəndə siz də deyir təkbir gətirin. Bu manevrlardır da, yəni döyüşə hazırlıq kimi. Və qılınclarınızı qınından çıxardın. Elə ki mən təkbir, yəni siqnal verdikdə siz də təkbir gətirin, qılınclarınızı qınınızdan çıxardın. Thumma kəbbəru, ondan sonra təkbir etdilər və həmlə etdilər, hücuma keçdilər. Bir həmlə, yəni bir ağızdan da elə ki, bir nəfəsdən. Və hatu bil qavm, və qövmü deyir əhatəyə aldılar, mühasirəyə aldılar. Və xazathum suyufullah, və oranı deyir Allahın deyir qılıncları, yəni müsəlmanlar ələ keçirdilər. Ondan sonra gəlir Peyğəmbər sallallahu əleyhi və səlləmin Qadiyyə adlı ümrəsi. Fələmmə kənə fi Zilqa'də min sənə səbi'ə, 7-ci il Zülqa'da yetişdiyi zaman xaraca Rasulullah sallallahu aleyhi və səlləm mu'təmirən umratal Qadiyyə, və Allah Rəsulü sallallahu aleyhi və səlləm Qadiyyə adlı ümrəni yerinə yetirmək üçün çıxır əshabları ilə. Hətta bələğə Yəccəc adlı, yəni Məkkənin yaxınlığında bir yerdir. Ora çatdıqda deyir, öz zirəhlərini, öz qalxanlarını, nizələrini və oxlarını qoyurlar, orada tərk edirlər və Məkkəyə ancaq, yəni yolçunun üzərində olan bir qılıncla ancaq girirlər də, yəni balaca bir qılıncla girirlər ki, yəni bütün ağır zirəhlərini tərk edirlər orada. Və bəsə Cəfər ibn Əbi Talib beyni yedeyhi ilə Meymunə bintil Həris, və öncədən Cəfər ibn Əbu Talibi göndərir elçi olaraq Meymunə ibn Həris bintil Hərisəyə, yəni Hərisin qızı Meymunəyə elçi göndərir. Cəfər ibn Əbu Talibi Peyğəmbər sallallahu əleyhi və səlləm özü üçün ki nikah bağlasın. Fəcələt əmrəhə iləl Abbas. O da öz işini, öz vəlilik işini buraxır Abbasa, əmisinə Peyğəmbər sallallahu əleyhi və səlləm. Fəzəvvəcəhə iyyəhə. Və deyir Abbas radiyallahu anh evləndirir deyir onu Peyğəmbər sallallahu əleyhi və səlləmdən. Fələmmə qadimə Rasulullah sallallahu əleyhi və səlləm əmara əshabəhu an yakşifu anil manakib və yes'u fi tavaf liyara el-müşrikun quvvatahum. Və deyir gələndə deyir çatanda deyir Allah Rəsulü sallallahu əleyhi və səlləm və sahabelər Kəbəyə tavafa başlayanda deyir əmr edir ki, çinlərini açsınlar. Necə ki indi eləyirik həcdə, ümrədə, tavafda. Və sürətlə tavaf etsinlər. Yəni 3 qruqu gəlib sürətlə gedirsən də 3 tavafı. Necə ki indi eləyirik, hə? Əslində eləməliyik, sıxlığa görə eləyə bilmirik, düzdür? Bu da deyir nəyə görə ki, müşriklər görsünlər müsəlmanların gücünü. Və kən yükəyiduhum, yəni o gözlərinin odunu alsınlar. Bacardıqları qədər. Fə vaqafə əhlül Məkkə ər-rical və nisə və sıbyan, və Məkkə əhli deyir, kişiləri, qadınları, uşaqları durub baxırdılar. Yəni bunlar tavaf edirdilər, onlarsa baxırdılar. Və Abdullah ibn Rəvahə də, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin şairi də şeir deyərək, hələ biraz da şiddət verərək də, hələ ki bu şeiri deyərək tavaf edirdi. Yəni hələ ki güclərini göstərdilər, gözlərinin odunu alırdılar. Deyir ki, xallu bənil kuffar an sabilihi, xallu fe kullul xeyri fi rasulihi, qad anzələr rəhmanu fi tənzilihi, fi suhuf tutlə alə rasulihi, bi ənə xeyrəl qatl fi səbilihi, ya Rab inni mu'minun bi qilihi, inni rəeytul haqqə fi qabulihi, əl-yevmə nadribukum alə tə'vilihi, kəmə darabnakum alə tənzilihi, darban yezilul həm an məqilihi, və yəhzulul xeylu an xalilu an xalilihi. Demək, şeirin məhsi budur ki, ey kafir övladları, onun yolunu boş edin, yəni yolunu açıq edin. Allah Rəsulü sallallahu əleyhi və səlləm qəsd edir də, yəni hələ ki təhqirlə, yəni kafir övladları yolunu azad edin, yolunu açın. Fə kullu xeyr fi rasulihi. Hər bir xeyr çünkidir Allahın rəsulundadır. Allahın yolunu açıq edin. Qad ənzələ rəhmən fi tənzilihi. Halbuki deyir Rəhmən öz deyir, yəni tənzilində, öz kitabında deyir nazil etmişdi artıq. Yəni həmin o kitab tutlə oxunurdu Allah Rəsulu tərəfindən. Bənə xeyrəl qatl fi səbilihi, yəni ən xeyirlidir ölüm, Allah yolunda ölümdür. Yəni
hamısı şiddət yaradır da kafirlərdə. Yəni Allah yolunda ölməyə hazırıq, yəni bu kimi şeylər. Ya Rabbi inni mu'minun bi qilihi. Ey Rəbbim, mən deyir onun dediyinə iman etmişəm. Yəni Allah Rəsulü sallallahu əleyhi və səlləmin inni ra'aytul haqqı fi qabulihi və haqqı da deyir onun sözünü qəbul etməkdədir tapmışam. El-yevme nadribukum ala ta'vilihi. Və bu gün də Allahın bir vədinə görə sizi deyir vururuq, kafirləri yəni. Kəmə darabnakum ala tenzilihi. Necə ki budur Allahın kitabında sizi vurmaq yazılmışdır artıq. Darban yazilul ham an maqilihi. Yəni o cürünə vurmaq ki, yəni başı deyir çiyindən aparır və yazhalul xalilu an xalilihi. Və deyir yəni dostu dostdan deyir ayırır. Bu təxmini yəni şeirin mənası. Fəaqame bi Məkkə sələsən və Məkkədə deyir, yəni beləliklə deyir 3 gün qalır Peyğəmbər sallallahu əleyhi və səlləm. Thumma atahu Suheyl ibn Amr və Huveytib ibn Abdul-Uzza. Sonra yanına Suheyl ibn Amrla Huveytib ibn Abdul-Uzza girir. Peyğəmbər sallallahu əleyhi və səlləm yanına gəlir, qışqıraraq ki, Allaha and verirəm səni. Bəs biz əhd bağlamışdıq ki, bizim torpağımızdan yəni 3 gündən sonra çıxmalısan. Artıq 3 gündür keçmişdi. Ondan sonra deyir, Allah Resulü sallallahu əleyhi və səlləm əmr edir Əbu Rafiyə ki, hazırla, yəni tərpənək çıxaq buradan inşallah. Ondan sonra gəlir Qazvatul Mu'tə, yəni yürüşü. İnşallah bunu da gələn dəfəyə saxlayaq. Kifayətlənə bu ilə. Subhanakallahumma bihamdika əşhadu an la ilaha illa ente estağfiruke və etûbü ileyk.